Tutaq ki, bu daşı itələyib yerə salmaq istəyirik, lakin buna gücümüz çatmır. Bir sadə mexanizm bizə kömək edə bilər. Bu linkdir. Tərpənməz dayaq ətrafında fırlana bilən istənilən bərk cisim link adlanır. Linkin bir ucuna qüvvə ilə təsir etsək, o biri ucu həmin qüvvə ilə qalxacaq. Bura yük qoyaq. Tutaq yükün çəkisi 25 Newtondur. Deməli, 25 Newton qüvvəni qaldırmalıyıq. Əgər dayaq linkin tam ortasında yerləşdirilibsə, biz elə həmin qüvvə ilə, yəni 25 Newton qüvvə ilə linki aşağıya salmalıyıq. Əgər yük 50 Newtondursa, 50 Newton qüvvə ilə salmalıyıq. Deməli, tətbiq etdiyimiz qüvvə yükün ağırlıq qüvvəsi ilə eynidir. İndi linkin ucunun etdiyi yer dəyişmələrə nəzər yetirək. Əgər linkin bir ucu 2 bölgü aşağı düşürsə, digər ucu 2 bölgü yuxarı qalxacaq. Əgər 3 bölgü aşağı düşürsə, o biri ucu 3 bölgü yuxarı qalxacaq. Deməli, dayaq linkin ortasında yerləşərsə, qüvvənin qiyməti dəyişmir. Yalnız qüvvənin istiqaməti dəyişir. Yəni, yükü qaldırmaq üçün linkin qolunu aşağı salmalıyıq. Biz yükü özümüz qaldırdıqda yalnız öz gücümüzü tətbiq edirik. Lakin linkin ucundan aşağı basdıqda isə çəkimiz də bizə kömək edir. Deməli, biz öz çəkimiz qədər yükü qaldıra bilərik. Amma çəkimizdən artıq yükə gücümüz çatmaz. Bəs nə edək? Dayağın yerini dəyişsək, bizim öz çəkimizdən böyük yükü də qaldıra bilmə imkanımız olacaq. Niyə? Yükün olduğu qol o biri qoldan qısadır. Əgər yükü bu hündürlüyə qaldırırıqsa, biz o biri ucu 2 bu qədər məsafə aşağı hərəkət etdirməliyik. Hər hansı qüvvə ilə linkin ucuna təsir etsək, yükə daha böyük qüvvə təsir edəcək. Dayağın yerini biraz da dəyişək, yükün qolu daha da qısalacaq. Biz daha böyük yükü qaldıra biləcəyik. Deməli, məsafədə itirərək qüvvədə qazanc əldə edirik. İndi daşı yerindən tərpədə bilərik. Sadə mexanizmlərdən məişətdə çox istifadə edirik. Məsələn, bel. Belin yük qolu, dayaq nöqtəsi və qüvvə qolu. Mıxı çıxarmaq istədikdə uzun qol böyük məsafə gedir, kiçik qol böyük qüvvə sərf edir. Əlimizlə mismarı çıxarmaq istəsək, böyük qüvvə tətbiq etməliyik. Lakin bəzən bizə qüvvə deyil, əksinə məsafədə qazanc əldə etmək lazım olur. Deməli, bu dəfə biz qüvvədən böyük məsafəni qət etmək üçün istifadə edəcəyik. Bəs biz bunu harada istifadə edirik? Qayıqdakı kimi avarın qısa qoluna qüvvə ilə təsir edirik. Avarın uzun qolu böyük məsafə qət edir. Linkdən bu cür istifadə etməklə biz sürətdə də qazanc alırıq. Avarın hər iki qolu eyni zamanda hərəkət edir. Lakin qısa qol daha kiçik, böyük qol isə daha böyük məsafə qət edir. Beləliklə, uzun qolun
sürəti qısa qolun sürətindən böyük olur. Beləcə biz sürətlənə bilirik. İndi iki bu cür linki götürüb birləşdirək. Qayçı bu cür sistemdən ibarətdir. Bu qayçının yük qolu uzun, qüvvə qolu isə qısadır. Bizim tətbiq etdiyimiz qüvvə böyük, cismə təsir edən qüvvə isə kiçikdir. Əlbəttə, bizə daha qalın ipi kəsmək üçün böyük qüvvə lazımdır. Biz dayaq nöqtəsini yerini dəyişə bilməsək də, yükün və yaxud cismin yerini dəyişməklə uzun qolu qısalda bilərik. Beləliklə, qüvvəni artırdıq. Asanlıqla ipi kəsə bildik. Müxtəlif məişət əşyaları əslində linkdir. Bizə lazım olan əşyanı seçib istifadə edirik. Məsələn, bu qayçı otları və yaxud kolları kəsmək üçündür. Nəyisə möhkəm sıxmaq üçün biz kəlbətindən istifadə edirik. Kəlbətini yük qolu qüvvə qolundan qısadır. Deməli, cismə böyük qüvvə təsir edəcək. Əgər bizə daha böyük qüvvə lazımdırsa, onda bu aləti seçərdik. Burada görsənir ki, yük qolu qüvvə qolundan dəfələrlə kiçikdir. Yadda saxlayaq ki, uzun qol böyük məsafə qət edir, qısa qol böyük qüvvə tətbiq edir. İkinci növ link, dayaq nöqtəsi linkin bir ucunda olur. Bu növ linkdə yükü dayaq nöqtəsindən sonra qüvvəni isə linkin o biri ucuna tətbiq edirik. Bu halda linkin qollarını necə tapmalı? Yük qolu yükdən dayaq nöqtəsinə kimi olan məsafə, qüvvə qolu isə dayaq nöqtəsinə tətbiq etdiyimiz qüvvəyə kimi olan məsafədir. Əgər qüvvə qolu böyük yol gedərsə, yük kiçik yol gedəcək. Başqa cür desək, uzun qola kiçik qüvvə təsir etsək, yükə böyük qüvvə təsir edəcək. Deməli, biz yer dəyişməni artırmaqla qüvvəni artırırıq. Yükün qolu artdıqca hiss etdiyimiz ağırlıq qüvvəsi də artır. Yükün qolu azaldıqca yükün ağırlıq qüvvəsi azalır. Bu növ linkə araba aiddir. Çarxın mərkəzi dayaq, dayaqdan yükə qədər məsafə yük qolu, dayaqdan qüvvəyə qədər məsafə qüvvə qoludur. Qüvvə qolu yük qolundan dəfələrlə böyükdür. İstədiyimiz qədər yükü daşıya bilərik. İki belə linki birləşdirdikdə qoz sındıran alırıq. İndi isə yükü linkin o biri ucuna qoyaq. Bu zaman təsir etdiyimiz qüvvə dayaqla yük arasında olacaq. Qüvvə qolu göy rəngdədir. İndi biz böyük qüvvə tətbiq edirik. Yük isə böyük yer dəyişməyidir. Bu növ linklərə üçüncü növ linklər deyilir. Bu növ linklər bizim bədənimizdə vardır. Məsələn, əlimizlə hər hansı cismi yerini dəyişmək istəsək,
üçüncü növ link kimi əlimizdən istifadə edəcəyik. Biz nəyisə çıxardanda da bu növ linkdən istifadə edirik. Yaşıl rəngdə bizim yük qolumuz. Dişləyəndə də üçüncü növ linkdən istifadə edirik. Belə nəticəyə gəlmək olar ki, biz linkdən qüvvədə, məsafədə və sürətdə qazanc əldə etmək üçün istifadə edirik. Bu birinci növ link, bu ikinci növ link, bu isə üçüncü növ linkdir.